Ümumiyyətlə maraqlıdır. Plan yəni, bəlkə də sizə deyil sual, amma sizcə planda var o supermarketlərin və ya o böyük bizim hamı məsələn Umico'nun geri dönüş planı varmı ki, mən məsələn vendorlarla münasibət qurum və onlara tutaq ki, hansısa endirim və ya hansısa məbləğ qarşılığında onların məhsullarını kim nə qədər və s. alır, onu satım. Əslində maraqlı bir qeyri biznes olar. Var. Biz müəyyən görüşlərimizdə bu onlayn şəbəkələrin bu niyyətlərini görürük, amma ikinci bir məsələ problem nədir? Digital ümumiyyətlə onlayn satışın FMCG-dəki payının olduqca aşağı olmasıdır. Çünki insanlar gündəlik məhsulları onlayn olaraq sifariş vermə o vərdişinə yiyələnməyiblər. Biraz da ehtiyac duymurlar doğrusu və mənim hal-hazırda olduğum sektorda məhsullarımızın qiyməti də çox aşağıdır. Yəni çox deyək ki, bəli, alkoqollu bəzi məhsullar var ki, yuxarıdır. Amma digərləri çox aşağıdır deyə insan məsələn öz evindən düşüb deyək ki, o qədər market sayı çoxdur ki, bir 50 metr məsafədə bir marketdən onu ala bilir. Və ona görə də artıq onda o hiss, o təşviq yarana bilmir.